Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki: "Və əhsinu innallaha yuhibbul muhsinin." İhsan edin. Allah Teala muhsinləri, yəni ihsan edənləri, yaxşılıq edənləri sevir. Və başqa ayədə buyurur: "İnnallaha ya'muru bil adli vel ihsan və ita'zil qurba." Və ita'zil qurba. Allah Teala ədalətli olmağı və yaxşılıq etməyi və qohumlarla gözəl davranmağı sizlərə əmr edir. Və hətta kişinin dünyəvi işlərində də qardaşlar, biraz öncə zikr etdiyimiz kimi, nəinki ibadətlərdə, insanlarla müamilədə, həmçinin sən dini işlərinlə yanaşı dünyəvi işlərdə də qardaşlar, dünyəvi işlərdə ihsan etməlisən. Məsələn, sən işlədiyin yerdə, birinin yanında, fabrikdə, hansısa bir zavodda işləyirsənsə, işini gözəl şəkildə yerinə yetir. Gözəl şəkildə yerinə yetir. Və bəzən görür ki, eşidir ki, insanlardan bu işini yola verir, yaxşı haqqını vermir. Qardaşlar, bax, bu şeylərə diqqət edin. Barakallahu fikum. Və insanın nəinki dini işlərdə ihsan etməsi, dünyəvi işlərdə ihsan etməsi lazımdır. Bu muhsin dərəcəsinə insan çatdıra bilər. İşini haqqı ilə yerinə yetir. O qazanacağın malı da halallıqla qazan. Və bu şeylər təsir edir. Və bu şeylər təsir edir. Hətta bunun təsiri insanın ibadətlərinə də var. Bəli.